Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Qlobalaz xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə dəyişiklik dövlət qulluqçularının, inzibati və yardımcı vəzifələrində çalışanların, dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək. Deputat qeyd edib ki, hazırda dövlət qulluqçuların sayı 27.360 nəfərdir. Onların 8.283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir. 12.751 nəfər. Dövlət qulluğunun yardımcı vəzifələrində isə 6.058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır. Göründüyü kimi əmək haqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27.360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımız əhatə edəcək.